Salam əziz izləyicilər, hər kəsi salamlayıram. Bugün 30 aprel 2026-cı il gəlmişəm Sabirabad rayonunun Bala Həşimxanlı kəndinə, yəni öz kəndimdə çəkilişə. Kərbəlaya salam, Allah bərəkət versin, Allah bazar versin. Xoş gəlibsiniz. Çox sağ ol qardaş. Neçə başdı sizdə burada qoyun sürüsü? Burada 12 qoyun deyil, 13 dənə baladır. 12 baş qoyundur. 13 dənə baladır, biri ekiz doğub. Yəni 12-si də balalıdır. Bəli, bəli. Biri ekiz balalıdır, qalanı isə təkdir. Bəli, bəli. Bunlar neçənci qarınadır əziz qardaş? Bir dənə ekiz doğan var, ikinci qarına doğub, qalan hamısı 11-i birinci qarınadır. Bir dənə də içində qoç var, tumlu. Maşallah, bay. Bunlar lokumdur da, yəni birinci qarına qanunu bəli. belə deyək də, hamısı şey gedir yoxsa Şeydir, bunlar birinci, hamısının quzu dişi ağzındadır. Bir dənə ekiz doğan var, ikinci qarına. 12 baş alana qoç üstündə də həmin qiymətin olacaq. Baxarıq da indi. Bunların balaları necə? Erkəkdir, dişidir. Erkəkdir, dişidir, qarışıqdır. Bir aylığından tutmuş, ay yarımlığına qədərdir. Bir ayından tutmuş ay yarımına qədər. Bəli. Görsən də qoyunun da, quzusun da. Maşallah yox. Heyvanların həqiqətən hamısı cavan, birinci qarınadır. Görsən də, yəni sağlam həyətin malıdır. Məndə heyvan biraz da var, yəni bunu satıram, bu balalıları satıram. Balalılar. 12 baş anadır, bir baş erkək qoçdur, 12-si də balalıdır, 11-i tək balalıdır, bir başı ekiz balalıdır. Bunların kom qiyməti nədir əziz qardaş? Üsbəüz. Bunların qiymətini demədi nə qardaş? Bunların üstbəüz qoçu da lap üstündə verərəm, 680 manat. 680 manatla Bəli. qoç da üstündə, 12 baş yanı balalı, bir baş da erkək. 13 baş üsbəüz 680 manat. Bəli. Kərbəlayı, gözəl Kərbəlayı. Bunların aşağı yeri olacaq. İnşallah nəzərə alarıq. Maşallah olsun. Hər biri Bunun yadın hamısını nəzərə bir alarıq. lokumdur. Yol pulunu da qardaşımız nəzərə alacaq. Kim istəsə əlaqə saxlasın. Quzuları da görürsən də ölü quzu deyil. Yəni Normaldır. Birinci qarınadır da nə olmalıdır ki, Allah bərəkət versin. Qoyun da yəni 5-10 gündən sonra hamısı qoça gəlir. Təbii ki, kim istəsə buyurub bizlə əlaqə saxlasın. Ünvanı bir daha qeyd edirəm. Sabirabadda Bala Həşimxanlı kəndindədir. Kərbəlayı Allah bazar versin. Allah köməyin olsun. Allah malva bərəkət versin. Allah alanda xeyrin versin. Amin.